Değerli izləyicilərimiz, biz bugün Sərdab rayonunun Qaravəllər kəndində şəhid Abdullayev Vüqar İsaoğlunun yaşadığı evə, yaşadığı kəndə qonaq gəlmişik. Hamınıza məlumdur ki, Vüqar Abdullayev 1993-cü il aprel ayının 18-də Başlıbel faciəsi zamanı böyük igidlik, qəhrəmanlıq göstərərək orada olan insanların xilas olmasında əvəzsiz rolu olmuşdur. Vüqar o Başlıbeldə döyüş zamanı 4 erməninin həlak eləmişdi. Orada kahya dinc insanların içinə atırılan qumbaranın üstünə özünü atmış, şəhid olmuşdu. Allah rəhmət eləsin, biz bugün Vüqarın atasının olduğu evi, olduğu məktəbi ziyarət eləyəcəyik. Vüqar haqqında olan fikirləri bir daha nəzərinizə çatdıracağıq. Biz elə bil ki, bu aprel ayının ikisi günü Başlıbel birindən çıxmışdı, Kəlbəcər işğal olduğu vaxtı. Aprel ayının ikisi günü bizim kəndə 9 nəfər əsgər gəldi, çıxdı Laçın tərəfdən. Düzdür, Başlıbeli o vaxtda indiki kimi telefon, radio Hardaydı? Bir məlumat vasitəmiz yox idi ki, biz ancaq Kəlbəcərdə o qıratın topun səsini eşidə bilirdik. Biz hətta o 9 əsgəri görəndə də biz elə bildik ki, ermənidir, gəlib çıxıbdı da, biz onu tam müəyyənləşdirə bilmədik o müddətə qədər. Həmin vaxtı məlum oldu ki, bunlar da Laçında mühasirəyə düşüblər. Rəhmətli Vüqar orada mühasirəyə düşüblər. Oradan Laçın rayonunun Dambulaq kəndindən Əhliman kişi vardı. Onun sayəsində, çünki onlar da o yolu bilmirdilər. Gəlib Başlıbelə çıxmışdılar. Orada da gəldi, tabi biz də məlumat verdik ki, artıq biz radioda eşitmişik. Başlıbeldən də Kəlbəcərə 63 kilometr yoldur. Təbii ki, biz ora erməni buranı tutubdur, mümkün deyil getməyimiz. Onlar gəldiyi günün səhərisi biz elə müzakirə edirdik ki, niyə eləmək olar? Erməninin kəşfiyyatı Başlıbelə gəldi. Bir o az gəldi, çıxdı. Artıq biz gördük ki, bizim çıxış yolumuz yoxdur. Belə qərarlaşdırdıq ki, biz oradan kəndin üst tərəfində kahalar var idi. Çünki meşə yox idi, o vaxtda qışıdı, qarıdı, məskunlaşmaq üçün başqa biri yox idi, yer yox idi. O kişidə bəli 76 nəfər var idi. Burada uşaq da var idi, qoca da var idi, qadın da var idi. Bunlar bir növ talihləri hər şeydən üzülmüşdü. Allahın umudunu idi. Aprel ayının 5-ci günü erməninin 2 Uralı, Nivası əsgərlərlə gəldilər, kətdə 2 evi yandırdılar. Bir nəfər müəllim var idi. Onu çox ağır işgəncə ilə qətlə yetirdilər. Hətta o yanan evdə almaturu qızdırıb onun gözünə soxmuşdular. Biz bunu görəndən sonra biz vəhşilik daha bizə aydın oldu. Amma orada biz gələndə o Vüqarın timsalında Müşfiq də onlarla gəlmişdi, əsgərdi. Mən düzdür, onlardan o 9 əsgərdən ikisi bura gələndən sonra rəhmətə gedibdi. Elələri var ki, səhhəti yol vermir ki, bugün onu mən bura gətireyim. Yəni, bəli, o faciəni yaşamış insanlar, o əzabları görmüş insanlar. Mən bugün Müşfiqi sağ olsun ki, yəni mən istəyərdim ki, Müşfiq orada rəhmətli Vüqarla Laçından biz gəlmişdi. Vüqar Müşfiqin mənim yanımda şəhid olubdu.
Amma mən bu gün məsəl üçün çox istəyərdim ki, bax o sağ qalanlardan da bura gətirə bilim. Gəlsin onlar da. Amma bu gün hələ şükür ki, yaşayanları var. İkisi yaşamadı, düzdür. Gözmək çətindir. Çətindir. Mən bura gələndə bir dənə ona şükür edirdim ki, deyirdim düzdür, hər şeyimizi itirdik. Sağlamlığımızı da itirdik də, yalanı yoxdur. 113 gün torpaq üstündə yatdıq, qar üstündə yatdıq, günlərlə aç-susuz qaldıq, nələri gözümüz gördü. Bir şey şükür elədim ki, biz bir ağlımızı itirmədik. Bir qeyrətimizi. Bu 33 ildə onları qoruyub saxlaya bildik. O cəhətdən də ki, mən Müşfiq bugün eşidəndə ki, bura gəlir, yol boyu ağlayıbdır. Çünki bu nə cür ağlamasın ki, onun dəfnində də biz orada olmuşuq, o şəhid olanda da yanımızda olubdu. Həm sevinirdi, həm qürurlanırdı. Sözüm belə ki, mən o vaxtı rəhmətli Vüqarla o ermənilər gəlməmiş. O müddətdə söhbət eləmək imkanımız olurdu. Kağıdlıydıq, yarışırdıq o əsərlərlə. Vüqar rəhmətli bizə deyirdi ki, mən o vaxtı atamgil bura yaylağa gəlirdi. Mən burada ağız-ağızdan Anadolu olmuşam. İndi gör o Allahın qisməti, o yaylaqda Vüqar olduğu, anadan olduğu kətdə şəhid oldu. Bu özü bir məqamıdır. Allahın bir məqamı idi. Bir hikmətdir bu. Bəli, bu bir hikmət idi. Onu o əsgərlər bizim yanımıza gələndə hamısı saqqal nə qədər Laçında vuruşmuşdular. Saqqalları hardanıdır? Elə bil buna Allah agah eləmişdi ki, o ağzımız vardı. O əsgər Füzuli var idi. O ağzından orada qalan dinci yaşlı qadınları çıxarmışdı o kahaya. O az yerdə idi. Aprel ayının 18-ci günü səhər-səhər idi. Rəhmətli Vüqar mən düşdüm ki, yuyunurduq. Düşürük çayda yuyuma. Düşdüm ki, Vüqar üzün qırxır, üzün təmizləyir. Mən heç də demədim ki, yəni çünki bunlar hamısı saqqallı idi. Soruşmadım. Təmizkar, çox təmizkar. Elə bil ona Allah agah eləmişdi ki, bugün sən o məqama çatacaqsan. Düzdür, o danışmaq həm hasaddır, yanımda olub, amma həm də çətindir. Kəlmələr yetmir. Onu şair, orada qalan şairimiz, onu yazdığı o vaxtı əsərlərlə, burada gələndən sonra bizim yazarlarımız, Allah rəhmət eləsin, Əli Mirzəyev vardı, Başlı Belli, o götürdü Vüqar haqqında yazdı, kitabda yazdı. O da ki, şairin orada yazdığı poema əsasında götürüb yazmışdı. Başlı Beldə ziyalımız, elə bil ki, o kənd hamısı başdan ayağa ziyalı bir kənddir. Fitri istedaddır. Yəni ki, elə bil ki, Allah Taala orada akademiya idi, məktəb akademiya idi. Orada məsəl üçün yazanlarımız kənd Seyidlər kəndidir. Orada yazanlarımız burada gələndən sonra hamısı rəhmətli Vüqar haqqında yazdılar. Şahbandiyev Hüseyin, Musa Əziz, Arif Süleymanov, Xalid Kazımov, ən sonunda da Səbuhi Ağa. Rəhmətli Vüqar haqqında gözəl bir kitab. O da ki, deyir, mənə o yuxuda onu gördüm, kitabın adını dedi, o gəldi mənə yuxuda dedi. Bu, elə belə şey deyil. Şair Sönməz Ələkbərin 8 kitabı çıxıbdır. O 8 kitabın birində olan şeir o birisində yoxdur. Hər kitabında da Vüqar haqqında yazısı var. Maşallah, sağ olsun, var olsun. Allah çünki Vüqar məsəl üçün özün Vüqar şəhid olmağına bərabər orada qalan 30 nəfərin həyatında xilaskar rol oynadı. Əgər Vüqar orada 4 erməni vurmasaydı, ora gələn ermənilər oradakı cəmaatı gəlib küm götürüb aparırdı. 12 nəfəri mənim gözümün qabağında, qarşısında güllələdi ermənilər. Amma mən bugün fəxr edirəm ki, mənim doğma torpağım Başlı Beldə Vüqar erməni qanı tökdü. Və xilas elədi. 30 nəfər. 30 nəfər, bəli. Bundan ötürü bir başıma durun kömək eləmək, sözə köməkçi dayağım. Biz buna yığışıb bir yerdə buna qəhrəmanlıq düşürdük. Vallahi bu qəhrəmandır. Buna qəhrəman müraciət eləyən vətən qəhrəmanı adı verilsin. Bizim ailə özü də şahiddir ki, bura gəldikdən sonra
məhkəmə vasitəsilə. Çünki o 113 günüdür yoxudur, itkin kimi sayılırdı. Mən şairi götürdük, sağ olsun, o rəhbərlər, dövlətimiz, yəni onun şəhidliyi almasında onu çox, indi bugün mən bayaq dediyim kimi, bu torpaqda da uyusa, bugün o nəvələr gedə bilmirlər. Düzdür, portal məsələsi var, çətindir. Hamısı istəyir ki, heç olmasa onun o şəhid olduğu gün olsun. Mən məsəl üçün aprel ayının 18-ci günü bura gəlməli idik. Bizim layihəmiz vardı. Sonra bəzi tədbirlər ortaya düşdü. Ona görə dedim ziyan yoxdur. Hələ məsəl üçün aprelin 20 may ayının bugünü 25-idir. O bugün torpağa qoyuldu. Biz onu başlı beldən may ayının 25-i günü torpağa qoymuşuq. Mən ona görə bugün dedim ki 18-ci gün öldüyü günüdür, şəhid olduğu günüdür. Mən dedim 25-i günü heç olmasa gedəcəm onun anadan olduğu yerə. Sağ olsunlar dövlətin, mən də elə bu ailəyə böyük təşəkkür edirəm ki, onlar bu kişinin əməyin itirmədilər. O dövlətin verdiyi o pulu 11.000 manatı, bugün bu oturduğumuz evi ona xatirə kimi qurdular. Sağ olsunlar, üzlər ağ olsun. Allah sadaima ömür versin. Sağ olun. Torpağı sanı yaşı yaşasın o yerdə qalanları. Sağ olun, sağ olun. Valla çətindir, mən danışıram. Çünki mən elə bir danışanda mən ollam orada, o atışmada ollam, mən o rəhmətliyin yanında ollam. Mən elə bir cismən burada ollam. Bəli, bəli. Mən elə istəyərdim ki, Suqra bacımız da böyük bacısıdır, rəhmətli Vüqarın özü də bir-iki kəlmə desin, Vüqar haqqında xatirələrindən. Bu yetən millət danışır, el danışır. Vüqar tək bu ailənin, bu kəndin, Zərdabın deyili, Azərbaycanın qəhrəmanıdır, Türk dünyasının qəhrəmanıdır ki, yəni bugün bu 44 günlük şəhidlərimiz də Vüqarın keçdiyi yolu keçdilər. Onun sayəsində bizim Allah cənab prezidentimizə ömür versin, can sağlığı versin, qazilərimizə can sağlığı versin. 200 illik tariximiz təzələndi ki, bizim o vaxtdan bəri gedən torpağımız hələ qayıtmamışdı. Heç olmamışdı, bəli. Türkmenistан, Gürcistandan bəri bu günümüzə şükür. Düzdür, bugün elə bir gündür ki, amma bu günümüzə də şükür. Buyur Suqra bacı, siz də deyin sözünüzü. Allah bütün şəhidlərə rəhmət eləsin. Vüqar da onun içində. Vüqar kimi qardaşla qürur duyuruq. Allah bütün şəhid analarına səbir versin, atalarına səbir versin. Nətərim, o gün olsun elə istəyərəm ki, Vüqarın məzarı gətirək, həmən bu çəkilişlə də çəkilsin. Allah hamısına rəhmət eləsin, bütün şəhidlərimizə. Qalanlarına can sağlığı. Amin, sağ olun bacım. Çox sağ olun. Bugün Allah rəhmətli səbir versin. Bugün Ulu öndərimizin belə bir sözü var idi ki, deyirdi ki, mən müəllimdən uca, müəllimdən yüksəyə tanımıram. Bugün bu məclisimizdə rəhmətliyin yaxını, qohumu Nurəli müəllim iştirak edir. Bugün bu Qaravəllərdə bu təbliğatı o gənclərə, yetişən gənclərə hər zaman təbliğ eləyir. Mən təşəkkürümü bildirirəm Nurəli müəllimə ki, mən istəyərdim ki, Nurəli müəllimin də xatirələri var, rəhmətli Vüqar haqqında. Nurəli müəllim də sözünü deyərdi. Buyurun Nurəli müəllim. Çox sağ olun, xoş gəlmisiniz. Hər biriniz gözünüzdə yeriniz var. Ələkbər müəllim, Habir müəllim, Müşfiq qardaş. Hacı Allah canı sağ eləsin. İsa babaya Allah ömür versin. Yəni bu günü nəsib elədi ki, bu çəkilişdə özü də iştirak elədi. Allah ömür versin. Yəni yetərincə Vüqar haqqında danışıldı. Biz də özümüzdən sonra gələn nəsillərə bir örnək olaraq kəndin yeganə şəhidi Vüqar haqqında hər birimizin şəhididir. Yəni kənd, el, oba hamısı birləşib bir məqam uğrunda gediblər. Yəni 44 günlük müharibə olsun, istər birinci vətən Qarabağ müharibəsi olsun. Həm danışmaq asandır Vüqar haqqında, həm də mənim üçün çox çətindir. Vüqar şəhid olanda mən 3-cü, 4-cü sinifdə oxuyardım. Payız ayları idi. Yəni son axşam vaxtı idi da, belə deyim. Yəni səhəri gedirəm, gəlmişəm ki, yəni sizinlə hal-əhval eləyim, görüşüm. Yəni
Biz də görüşdük, yola saldıq. Yəni öz məqamın özü bilən içində bir varlığı var idi ki, hara gedirəm, nəyə gedirəm, nəyə yetişəcəm. Şəhidlər haqqında üzr istəyirəm Hazəmdən dönə-dönə. Estağfurullah. Özü bilir ki, şəhidlər haqqında, yəni şəhidlik necə məqamdır. Yəni Ondan üstün məqam yox. Bəli, bibim Gülayət, Allah rəhmət eləsin, ruhu şad olsun. Yəni bu gün cismən olmasa da, yəni ruhən bir yerdədirlər. Allah rəhmət eləsin bütün şəhidlərimizin. Yəni çoxdur danışmağa, mövzularımız çoxdur, yəni xatirələrimiz çoxdur. Yəni mən də eşitdiyimi deyirəm ki, birinci müharibə dövründən gəlmişdi, öz xidməti borcunu yerinə yetirdikdən sonra baxıb televizora, yəni ki, görüb bu nə vəhşilikdir, yəni nədir, nə dövr. Mən yəni üzr istəyirəm, yəni bəlkə kimsə deyəsiydi mənim bəxtimə düşdü bu sözlər demək ki, yəni mən getməliyəm də, mən buradayam, mənim anam bacım tək kəndi ilə oba deyil, mənim orada da anam bacım var. O vəhşiliyə, o Xozal və 20 yanvar faciələrlə canlı şahid. Yəni onları gördükdən sonra günlərin birində həmin bu növbəti ki, bu əvvəl Laçından keçib olan döyüş yolu bilirsiniz, məndən də gözəl bilirsiniz. Yəni sonda başlı bir ilin 1/3 mühasirədə qalmaq nə demək? Siz onun canlı şahidisiniz. Vətən müharibəsi dövründə mənim ağlım söz kəsən dövrdən belə deyim də, bir 6 il bundan əvvəlki dövrdə baxırdıq biz səmalara gördük, şimşək kimi çaxır. Amma orada bizim əsgərlərimiz döyüşür. Burada hamı ana, bacı, yəni gücü silaha çatmayan doy eləyirdi. Ancaq onlar orada hər nəfəsi təhlükənin altında idi. Və belə deyim, Allah rəhmət eləsin ki, yəni qazilərimizə ki, canı sağ eləsin ki, şəhidlərimizin yəni tam fürsət tapdığı qədər də yəni məzarın dəfn olunmasında iştirak ediblər. Yəni onlar bir müəyyən bir təhlükəsiz yerdə çıxarılmasında. Yəni ümumən çox danışmaq olar Vüqar haqqında. Sadəcə bizim də borcumuz odur ki, yəni onu təbliğ eləyib çatdırmaq gənc nəslə. deyəndə hər birimizin ağlına minlərlə gəncin yetişdiyi bir məkan gəlir. Bəzən o gənclər içərisində elələri olur ki, sonradan bütün bir nəslin müəlliminə çevrilirlər. Məktəbimizin məzunu Vüqar Abdullayev İsaoğlu da öz vətən sevgisi ilə bu gün məktəbimizdə təhsil alan bütün gənclərə bir vətənpərvərlik dərsi keçdi. Bugün 4-cü sinifdə təhsil alan şagirdlərimiz məhz şəhid Vüqar Abdullayev adına olan sinif otağında əyləşiblər. Məktəbimiz var olduqca şəhidimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Bugünkü tədbirimiz də məhz şəhid Vüqar Abdullayevə həsr olunub. Onunla bir yerdə döyüş yolu keçmiş, 113 gün birlikdə mühasirədə qalmış şair Sönməz Ələkbər məktəbimizin qonağıdır. Vüqara həsr elədiyi kitabını sizlərə təqdim etmək istəyir. Allah şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyərək deyirəm ki, xalqımızın acı göynəyən sızıltılı yarasıdır şəhidlər. Göy üzünün əl qırmızı şəfəqi, yer üzünün lalasıdır şəhidlər. Qardaş kimi bir-birinə qovuşub, hünəri ilə vətəndardan qovuşub, tarixlərdə ölməzliyə qovuşub və bədəli qalasıdır şəhidlər. Ürəyinə dağ çəkilsin yağının, gülü soldu neçə ömür bağının, ucalıqda böyük Qafqaz dağının, əzəmətli sırasıdır şəhidlər. Sönməzdir yüksək tutaq əməyin, çətin gündə o göstərdi köməyin. Bir atanın, bir ananın deməyin,
xalqımızın balasıdır şəhidlər. Hamımızın balasıdır şəhidlər. Bugün biz igid şəhidimiz, qəhrəman Vüqarın doğulub boya başa çatdığı Qarabəlli kəndində onun ölməz xatirəsini yad edirik. Vüqar ilə mənim ilk tanışlığım 1993-cü ilin aprel ayının 3-də axşam saat 9 radələrində oldu. Onlar bir qrup yoldaşla Laşın tərəfdən gəlib bizim başlı belə çıxmışdılar. Orada söhbət əsnasında dedilər ki, ermənilər başlı belinin laf yaxınlığındadır. Hər tərəflər tutulub, getməyə yer yoxdur. Belə məsləhətləşdi ki, onda çıxaq, bu dağlarda, sahalarda heç olmasa müəyyən vaxta qədər gözləyək. Görək nə vaxt imkan taparıqsa, onda da gedək. Elə oldu ki, səhər aprel ayının 4-də, axşam saat 4 radələrində onların kəşfiyyatı gəldi kəndə. Kəndin ayağına çatıb 2-3 gün atdılar, gördülər kənddə heç kim yoxdur, qayıtdılar. Amma 76 nəfər kənddə qalan var idi ki, biz onları səhər imkan tapıb hamısının yollar bağlı olduğuna görə bütün maşınlar da kəsdiydi. Çıxarmışdıq kəndin Vüqar sahəsinə. Aprel ayının 5-i onlar böyük bülbüylə kəndə hücum elədilər. Biz çəkildik Şırran Kahası deyilən yerə. Şırran Kahası deyilən yerə çəkildik. İmkan tapdıqca gedirdik, kəndin ucvar evlərindən ərzaq tapıb gətirirdik özümüz üçün. Vüqarla mənim orada yoldaşlığım çox oldu. O belə söhbət eləyirdi ki, qayıdıb gedə bilsək, mən sizi özümüzlə Zərdab aparacağam. Elə oldu ki, bu ona qismət olmadı. Onun ocağına gəlmək bizə qismət oldu. Dedi, Kəlbəcərdə doğulmuşam mən. Sevdi bu torpağı, gördü Vüqarım. Hər yandan yağsa da oldu güllələr. Ər oğlu ər kim durdu Vüqarım. Təzə tamamı 20 yaşı, döyüşdən çox gözəl çıxırdı başı. Olsaydı bərəsi mövqeyi yaxşı, qırardı bir bölüyordu Vüqarım. Layıqdı bu cavan qəhrəmana da, düşəcək hər yana bu səs, bu səda. Bir zaman Zərdabda o yaşasa da, Kəlbəcər elində qaldı Vüqarım. Ey qorxaq ürəkli dovşan erməni, qulaqsız qalıbdı paşan erməni, uşağa, qocuya coşan erməni, gözünün odunu aldı Vüqarım, sizi yaman hala saldı Vüqarım. Ona heykəl qoyub sal-sal qayalar, durub sükutladı lal-lal qayalar, sanmaz o günlər xəyal qayalar, onlara bir yoldaş oldu Vüqarım. Dağ tək Vüqarında qaldı Vüqarım. Aprel ayının 18-də onlar artıq olduğumuz yerimi qoyub müəyyənləşdirdilər. Böyük bülbüylə, 3 şural, bir nüva, bir oğaz maşınla üstümüzə hücuma keçdilər. 12 nəfərimizi həmən günü şəhid elədilər, 15 nəfəri girov götdülər, qalanlar elə bir səhər gecənin qaranlığında canım qutarıb bir tərəfə çıxdı, getdi. 18 aprel, başlı belkəndi. Matəmə bürünüb yerdi burada. 18 nəfərin dəyişətə bir bax, qaraldı bir anda gündüzü burada. Yayıldı dağlara insan harayı, qan ilə qızardı Şırranın çayı. Qonşum Məhəmmədi, oğlu Turqayı vurdular ay günü Çingizi burada. Qana buladılar başda ləşəyin, yağı güllələdi el ağ bir şeyin. Yetişə bilmədik bizə çiçəyin, bilmədik nə oldu son sözü burada. Hüseyin, Əhliman, Yaqub, Gülara, insan cəsədidir baxırsan hara,
Hər daşda güllədən var neçə yara, bilinir torpaqda qan izi burada. Şəhid olanların açdı sırası, zövqüyə satın nazlı balası, canlarında saysız güllə yarası, yanında dəfn etdi Gülgazı burada. Tutu, Maya xanım, Yaqub, Qənət, baxdıqca insanı bürüdür dəhşət. Həm qoca Hüseyin, həm də yanır kənd, tüstüdən görmürdü gördü burada. Üzüzə dayanıb ölüm həyatla, vidalaşın deyir bu kainatla. Zərdaqlı Vüqar tək bir avtomatla, ölüncə qorudu o bizi burada. Günahsız xalqımın çəkdiyi dərdi, dünya yaymağı məqam gəldi. Şahid olmasa kim nə bilərdi, ağlarımız deyil sönmədi burada. Allah Vüqara rəhmət eləsin, şəm şəhidlərimizə rəhmət eləsin, qazılarımıza can sağlığı versin, cənab prezidentimizi qorusun, xalqımızı qorusun, Vüqar kimi yiğitlərin, İlham Əliyev kimi rəhbərin sayəsində bu günləri torpaqlarımız düşməndən azaddır. Çox sağ olun, minnətdaram hər birinizə ki, bugün gəlirsiniz, yad edirsiniz. Biz şeyin diqqətinizə, nəzərinizə çatdırım ki, şəhidlər Sönməz Ələkbər dediyi kimi bir atanın, bir ananın deyil, xalqımızın balasıdır. Onun üçün bugün Vüqar nəinki tək Qaravəllilərin, Zərdabın, Azərbaycanın oğludur. Azərbaycanın şəhididir. Vüqar əsl qəhrəmanıdır. Vüqarın məsəl, mən belə deyim ki, döyüş zamanı o ermənilər 18-ci günü gələn vaxtda biz bir yerdə olmuşuq. Burada əsgərimiz Müşfiq də iştirak edir. O 9 nəfər ki, onlarla mühasirəyə gəlib düşüb. Başlı belə gələn əsgərlərdən biri də Müşfiq idi. Şairimiz ətraflı məlumat verdi ki, onların nə vaxtı gəlmişdilər, nə cür olmuşdu. Amma elə bir ki, o döyüş zamanı biz şairlə başqa kağıdıydıq. Orada kağlar bir neçə gözüdü. Orada Müşfiq idi, rəhmətlik Qaxtan Xəlil idi, Vüqarıdır. Vüqar lap öndü idi. Bir də Abdullayev Müzahim idi ki, biz həmin kağıda, bir də o qalan dinc insanlardan, sakinlərdən içəridə idi. Həmin vaxt o Ağneva gəlib keçdi, üst tərəfdən 2 erməni düşdü, biz tərəfə gəlməyə başladı. O vaxtda Vüqar rəhmətlik qapının ağzında dayanmışdı. Orada qapının ağzında dayanıb. Burada kubik kimi şordaşlardı, o elə bil ki, aradan baxıb onu görə bilirdi. Gözlədi, düzdür. Orada hardasa demək olar ki, bir 2 saat biz Allaha yalvarırdıq ki, nə olar ki, bu güllənin səsi bircə dəqiqə kəsə, bizim qulağımız dincələr. Güllələr gəlirdi, yana-yana trayserlər başımızın üstə girirdi. Güllə bir anda dayananda rəhmətli Vüqar bizə deyirdi ki, budur 4 nəfər pulamyot götürüb gəlirlər. Bizə tərəf gəlirlər. Gözlədi, gəldi. O qapının ağzına çatanda çıxartdı, bir dənə qranat onların üstünə atdı. Bir mağazində patron atdı. Səpdi üstlərinə. Bu 4 nəfər orada öldürdükdən sonra ki, içəri nəysə elə bir gördük, bir yanan bir şey gəldi, düşdü. Orada hamı şəhid olmasın deyə rəhmətlik Vüqar özünü atdı onun üstünə. Oradakı insanları xilas elədi. O mənim gözümün qabağında olub, Müşfiq də şahiddir, Müşfiqin gözünün qabağında olub. İndi Müşfiqə də mən burada deyəcəyim, Müşfiq də danışacaqdır. Yəni Vüqar belə bir oğludur, belə bir igididir. Bugün ola bilsin ki, sənətdə hansısa bir qəhrəman kimi getmirsə də, amma elin, onu tanıyanların gözündə qəhrəmandır. Bəli, əsl qəhrəmandır. Bu İnşallah ki, gələcəkdə də o layiq olduğu ada yetişəcək. Mən buna əminəm. Elin, obanın sayəsində, siz kimi gözəl ziyalıların sayəsində. Bugün bizim elə bil ki, ata ocağına da gəldik. Amma biz fikirləşdik ki, bu gəlib burada onun təhsil aldığı məktəbdə, bu məktəbdə abidəsi var. O abidəni gəlib ziyarət eləməyimiz, müəllimlərimiz, çünki rəhmətlik ulu öndərimiz
belə bir söz var idi ki, Heydər Əliyevin, mən müəllimdən yüksəyə tanımıram. Mən ona görə çox istəyərdim ki, indi sözü elə rəhmətli şəhidimizin müəllimlərinə verək. Müəllimlərimiz, biz orada döyüş yolunu gördük. Biz onun nə etdiyin, vətən üçün orada nə etdiyini gördük. Amma onu yetişdirən ata-ana müəllimlər də var idi. Mən istəyərəm ki, müəllimlər sözünü desinlər. Buyurun, müəllim, siz. Çox sağ olun. Mən birinci növbədən başda bizim şairimiz Ələkbər müəllim olmaqla gələn qonaqların səmimi qəlbdən bir müəllim kimi, sonra bir valideyn kimi salamlayıram sizi. Sizi bizim üçün gözəl bir gündə, gözəl bir məkanda, gözəl bir ailədə, gözəl bir məktəbdə, gözəl yoldaşlarla bir yerdə olmağınıza görə sizə həm xoş gəlmisiniz deyirəm, həm sağ ol deyirəm, həmişə də var olasınız. Mən istərdim ki, sözə başlamazdan əvvəl, yəni şəhid adı çəkiləndə həmişə hər bir kəs elə bilir ki, elə şəhid onun balasıdır, onun övladıdır. Şəhid adı çəkiləndə həmişə belə deyim də, mən bütün yoldaşlardan xahiş edirəm ki, bir şəhidləri yad edəmək üçün təkcə bir nəfərin yox, bütövlükdən, tariximizdən ömürlərini bizlərə verib gedən, vətənə həsr edib gedən, gələcəyini fikirləşən, ana bacıları həmişə əyiq üstündə durmağa səsləyən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edək. Xahiş edirəm, əyləşin, çox sağ olun. Müəllim ikinci valideyndir. Müəllimin həmişə qiyməti yüksək olmuşdur, bugün də yüksəkdir. Yoldaşımız dedi, Heydər Əliyevə də Allah rəhmət eləsin, müəllim ən yüksək bir ad kimi bu televizorda elə hər gündən bu sözü biz eşidirik. Müəllimə qiymət verən hər kəsə də Allah ömrünü uzun eləsin, canını salamat eləsin, Allah yanında həmişə də qiymətli insan eləsin. Vüqar balamız haqqında bir gün həftələrlə danışsaq, yenə də qutara bilmərik. Vüqarı mən birinci sinifdən tanıyıram, məktəbdə görmüşəm. Birinci növbədə ailədən tərbiyə alıb məktəbə gəlmişəm. Bugün də elə bilirəm ki, elə həmin Vüqar bax məktəbdədir. Çünki onun ruhu bizimlə bir yerdədir. Ruhu çox şad olur. Biz də şad oluruq ki, balamız haqqında bugün söyləyirik. Deyir, uşağa bax, baxmazdan əvvəl onun valideynini tanı, onu bax, onu qiymətləndir. Bunun valideynləri hamı tanıyır. Deməli, zəhmətkeş bir ailə olub, zəhmətə bağlı olub, Allahın verdiyi ruzunun, Allah bərəkətini də verib, halal çörək yeyən ailə olub. Yəni, nə var ki, indi biz onları görmüşük, Vüqar da belə bir ailədən çıxıb. Allaha şükür olsun ki, bugün biz belə bir balamız haqqında danışırıq. İnsan bir, sakit bir,
şagirdimiz olub. Həmişə sözü eşidən, sözə qiymət verməyi bacaran bir şagirdimiz olub. Mən istərdim ki, bir balaca, yəni gördüyüm, indiyəcən heç kimə demədiyim, onunla olan münasibətimi burada açın deyim. Yuxarı siniflərdə oxuyur, sinifdə tarix dərsi deyirəm. Həmişə bu arxa tərəfdə otururdu. Gördüm ki, yerində oturub nəsə belə əli ilə nəsə eləyir. Yaxınlaşdım buna. Dedim ki, yuvar nədir əlindəyi? İstədi gizliyə. Dedim, yox, gizləmə, qoy stolun üstünə. Qoydu stolun üstünə. Ola bilər, bir də bu kitab boyda, biraz yenisi. Baxdım belə, dedim, bu nədir? Dedi, müəllim, avtomat düzəldirəm. Taxta parçasından idi. İrəldə misdən olurdu belə lülə kimi, üstünə qoyub, dedi, avtomat düzəldirəm. Onda da bu hadisələr elə belə tək oradan buradan eşidirdi ki, bu belə hadisələr baş verir. Bunu aldım, əlimdə oynadı, getdim müəllimlər otağına. Müəllimlər otağında qoydum, dedim belə. Baxdılar, dedilər, qaytar apar ver onun özünə. Biraz keçdi, gördüm özü dalayıcan gəlir, dedim müəllim onu ver mənə. Verdim o avtomatı ona. İndi siz danışırsınız, mən də qulaq asıram. O avtomat idi, o kağıda ki, yerləşmişdir, qaçıb, gizlənmişdir insanlar. Həmin avtomat idi, onun əlindəki o avtomat, onunla da öz sözünü dedi axıra qədər. Müəllim şagird haqqında həmişə gözəl sözlər deməyi bacarmalıdır. Onu qiymətləndirməyi bacarmalıdır. Bayaq dedim ki, bütün şəhidlərimiz bizim hər birimizin ailəsindən çıxan balalardır. O analar fəxr eləməlidir ki, o müəllimlər fəxr eləməlidir ki, bizim Vüqar kimi balalarımız bizi qorumaq üçün, vətənini qorumaq üçün, anaları, bacıları qorumaq üçün silaha sarılıb müharibəyə getmək. Vüqar da Sovet əskəri olmuşdu. Əskərlikdən gələndən sonra o heç bir yerə sığışmırdı. Yolda mən görürdüm ki, çox narahatdır. Ona görə narahat idi ki, o torpaqlarımızı qorumaq üçün könüllü olaraq heç ata-ana bilmədən könüllü olaraq hərbi hissəyə gedən oğullarımızdan, balalarımızdan biri olmuşdu. Kəndimizdə birinci olmuşdu. Hərbi hissəyə getmiş, elə getdiyi vaxtdan da döyüş meydanına getmiş, ömrünün ən gözəl vaxtını, gəncliyinin ən yaxşı vaxtını o bayaq dediyim kimi avtomatda görmüş, keçirmiş, döyüş meydanında qəhrəmanlıq göstərmişdi. Bu qəhrəmanlıq xalqımızın qəhrəmanlığıdır. Bu qəhrəmanlıq hər bir ananın, övladının dünyaya gətirdiyi, bax, Vüqar kimi balaların qəhrəmanlığı idi. Belə anaların qarşısında mən baş əyirəm. Dünyasını dəyişən analara deyirəm ki, Allah sizə rəhmət eləsin, ruhunuz şad olsun ki, ay Vüqarın anası,
Yerin cənnət məkan olsun ki, sən belə bir insanı dünyaya gətirdin. Vətən üçün, xalq üçün. Bu təkcə bir ailənin qəhrəmanı deyil, bir kəndin qəhrəmanı deyil. Bu vətənimizin qəhrəman oğludur. Allah rəhmət eləsin, Allah o dünyasını versin. Zəhmət çəkənlərin hər birinə Allah ömür versin. Şairimizə Allah ömür versin. Çox gözəl sözlər dedi, şeirini dedi. Hər biri bizim ürəyimizə. Elə bil ki, həm məlhəm verdi, həm düşmənlərimizə olan nifrətimizi artırdı. Allah'a şükür, Allah'a çok şükür olsun ki, ermənilər bugün bizim ayağımıza gəlir. Bizim prezidentimizin ayağına gəlir. Nə məsləhət lazımsa istəyir, bizim prezidentimizin yanına gəlir və ondan məsləhət alır. Prezidentimizin canını Allah salamat eləsin, ailəsinin canını həmişə salamat eləsin. Var olsun ki, bax belə bir qəhrəmanlıq nəticəsində 44 günlük mübarizə artıq Vüqarın qoyduğu yolu, bu işığı davam etdirdi və yekunlaşdırdı. Burada da rəhmətə gedən şəhidlərimizə yenə də Allah rəhmət eləsin deyirəm. Bir də xahişim var ki, bizim kətdə deməli bütün ziyalılar, yəni hər bir kəs Vüqarın çox keçsə də cəsədinin kəndimizə gətirmək, biz ziyarət yerinə başqa yerlərə qaçıb getməyək, ziyarət etmək üçün elə əyiği yalın kənddən qəbirstanlığa gedək, şəhidimizi orada ziyarət edək. Bizim ziyarət yerimiz olsun. İndi uzaqdadır, gedə bilmirik. Allah hər bir insana ömür verir. Vüqarın anasının ömrünü kəsdim. Vüqara nədir? Vüqar verdi ömrünü, amma ana yaşada bilmədi. Ana getdi. Vüqarın da qalan ömrünü atasına verdi, getdi. Nəyə görə verdi, getdi? Ona görə verdi, getdi ki, balasını görsün. Balasını görsün. 90'dan artıq yaşı olan bir adam buradan durub Kəlbəzərə gedə bilməz. Biz yolunu gözləyirik. Allah da onun atasına ona görə ömür verib ki, onu görsün. Onun cəsədini görmək elə bil ki, onun diriliyini görmək deməkdir. Buna görə də mən xahiş edirəm ki, indi imkan dairəsində, yəni siz də sözünüzü deyə bilirsiniz, biz də deyə bilirik, Axund da bayaq dedi, köməkləşib biz şəhidimizi yanımıza gətirmək istəyirik. Bir daha mən sizə çox sağ ol deyirəm, sizə minnətdarlığımı bildirirəm. Bu gələn yoldaşlara da Allah canlarını salamat eləsin. Bax beləcə, bir daha şəhidlərimizin hamısına Allahdan rəhmət diləyirəm. Sağ olun. Çox sağ olun. Çox sağ olun. 93-cü ildə o aprelin 18-ci günü o döyüşün elə bir gedən vaxtı elə bir tufan ilahi yaratdı ki, ora gələn o 3 Ural hərbiçi ermənilər orada dayana bilmədilər. O tufan çovun onları qopartdı. Bizim Başlı Bel kəndi Seyidlər kəndidir. Orada çox müqəddəs seyidlər bugün də var. Mən belə birdən onu düşünürəm ki, o Vüqarı ora o seyidlərin cəddi gətirib çıxarmışdı ki, orada qalan o dinc insanlara kömək eləsin. Əgər çünki Vüqar olmasaydı, orada 76 nəfər qalmışdı. Çıxa bilməyib, kəndi tərk eləyə bilməyib. İndiki kimi telefon, televizor yox idi ki, o vaxtı cəmaat bilsin ki, Başlı Beldə Kəlbəcərin ən ucqar kəndi idi. Rayonla 63-64 kilometr arası var idi. Yəni bunu biz ancaq qıratın topun səsini eşidə bilirdik ki, Kəlbəcərdə o Murov istiqamətdə biz bilmirdik. Yoxsa məsəl üçün o cəmaatın o vəziyyətdə qalıb qırılmasına səbəb məlumatsızlıq oldu ki, ta o moment bilindi ki, o tunel deyilən bir yer var idi. Artıq ora tutulmuşdu, gedən maşınlar qayıtdı, gəldi
cəmaət Hüseynin paltarını götürə bilmədi. Şairimiz o vaxtı belə bir şeir yazmışdı. Mən onu tam yox elə axırıncı cümləsində, kupletini deyəcəm ki, deyirdi ki, sönməz deyir varlığımla, həmişə ona bağlıyam. Kömək eyləsin qaydaq, sinəsi vətən dağlıyam. Babamız İmam Hüseyin, Seydəm, Seyd oğluyam. Mənim ulu nəslimi yaradıb Nurdan ağam. O ağamın oradakı bizi qurtarmağına, ona görə burada bugün müqəddəslərimizi iştirak edir. Mən istəyirəm ki, acı bağışlasın, bizi axundumuzu eşidək, dinləyək. Bismillahirrahmanirrahim. Hubbul vətəni minəl iman. Sadaqallahul əliyyül əzim. İlk öncə Allah Teala Azərbaycan Respublikasının süperiliyi və müstəqilliyi uğrunda şəhid olan qardaşlarımıza qəni-qəni rəhmət eləsin, qazilarımıza şəfaətinə kərəmət eləsin, ordumuza, dövlətimizə Allah qüvvət kərəmət eləsin və eyni zamanda mən də Həsən bəy Zərdabi adının yaşadan Zərdab rayonunun Qərəvərli kəndində gələn qonaqlarımızı salamlayıram, xoş gəlmisən deyirəm və bugünkü gündə bu mərhum şəhid Abdullayev Vüqar İsa oğlunun anım mərasimini təşkil etdiyinə görə hər birinizə öz təşəkkürümü bilirəm, minnətdarlığımı bilirəm. Biz ilk öncə də dedik, yəni vətəni sevmək imandandır. Hər bir imanı olan insan vətəni sevmək deməkdir. Bəli, bugünkü gündə də mərhum şəhid Vüqar qardaşımızda o qədər vətən sevgisi oldu ki, vətənə iman o qədər bağlı oldu ki, özünü mənfur düşmənlərin qarşısına ataraq haqq yolunda öz canını qurban verdi. Və bu qurban verməkliklə bugünkü gündə Zərdab rayonunun Qərəvərli kəndinin tək şəhidi olaraq bizim başımızı uzatdı. Biz onunla bugünkü gündə fəxr edirik və fəxr edəcəyik də. Şükürlər olsun Allaha ki, bugünkü gündə müstəqilliyi əldə olunan Azərbaycan sülh Cənab Prezidentin sayəsində ərizə gətirdi. Amma baxmayaraq ki, torpaqlarımız mənfurların işğalından azad olunandan sonra artıq bizim 90-cı illərdən başlayaraq bu günə kimi olan şəhidlərimiz bir-bir tapılır, onların valideyninə verilir. Şükür olsun ki, Abdullayev Vüqar İsa oğlu da tapılaraq, DNT-dən keçərək artıq onun şəhid olduğu məlum oldu. İllər idi biz onu itkin kimi gözləyirdik, bəlkə də. Amma ki, DNT-dən keçəndən sonra biz onun artıq şəhid olub Kəlbəcər torpağında bastırıldığını bildik. Amma buna baxmayaraq, yəni bizdən əvvəl illər boyu məktəbin müəllimi və eyni zamanda direktor işləmiş Kərim müəllim öz gözəl nitqində söylədi. Biz neçə günlərdir ki, çalışırıq. İndi hansısa cüzi bir səhv ücbatınla təəssüflər ki, qardaş özü də dedi, o DNT-dən keçəndən sonra onu biz müqəddəs qəbirstanlığımıza gətirib, necə deyərlər ki, sizin sözünüzə dəstək olaraq bizim də qəbirstanlığımızda böyük seyidlərimiz var. Həmən fikrimiz də budur ki, seyidlərlə bir yerdə, yəni qibləgahımız olan, ikinci qibləgahımız olan müqəddəs seyidlərimizin yanında bastırıb, daimi mütəmada biz gedək, şəhidimizi ziyarət edəcək. O nöqteyi nəzəriyyədən də, sizdən də imkan daxilində və eyni zamanda bütün təşkilatlardan, rəhbərlərdən artıq dərəcədə bu gün onun qardaşları, bacısı əyləşibdir burada, kənd sakini əyləşibdir, qohum əqrəbləşibdir. Müəllim heyət əyləşibdir. Onların da fikri bizimlə eynidir. Yəni bu təşəbbüsü düzün mən qaldırmışam kətdə. İmkan daxilində Allahın köməkliyindən Allahı rəhbər tutaraq bu işin dalıcan haracan varsa gedəcəyik. Mən elə gəlir ki, bizim səsimizə də səs verəcəklər. İnşallah biz mərhum şəhid Vüqar Abdullayev İsa oğlunu da gətirib böyə boşa çatmış olduğu Qərəvərli kəndinin qəbirstanlığında bastıracağıq. Yəni bu məsələdə bir dırnaq arası deyim ki, yəni dövlətdən heç bir şey biz istəmirik. Öz sayəmiz nəticəsində, öz vəsaitimiz nəticəsində
bütün yəni xərci, xəsarəti öz kənd cəmaatımızın boynunadır. Biz onu lazım olan səviyyədə, yəni ki, xərcini çəkəcəyik, gətirəcəyik də inşallah Allahın köməyində qəbirstanlıqda dəfn edəcəyik. Təşəkkür edirəm, minnətdaram. Sağ olun. Burada siz Vüqar Abdullayevi təqdim elədiniz. Bizim təqdimatımıza ehtiyac yoxdur. Sadəcə olaraq xatırlayırıq. Mən onu oturanda həmişə sinifdə çox duyğulu görürdüm, çox nə bilim fikirli görürdüm. Bilirdim ki, bunun da o dediyim kimi zəhmətkeş ailədən çıxıb bu tərbiyə öz rolunu oynayıb. Bunun həyati məqsədləri var. Bizim bəlkə də görmədiyimiz, bilmədiyimiz həyati məqsədləri var. Hansı ki, o məqsədləri siz hamınız gördünüz, şahid kimi burada təqdim elədiniz və biz də bildik. Biz onu tərbiyə eləmişik, biz onu hiss eləmişik. Amma siz əməli burada bizə təqdim elədiniz. Bu şəhid, bütün şəhidlərimiz o cümlədən bu əməlin, bu təmiz əməlin, təmiz əqidənin sahibidirlər. Və belə də oldu. Vüqar Abdullayev müharibə başlayan kimi cəbhəyə yollandı və sizin söylədiyiniz kimi, hamımızın bildiyimiz kimi şəhid olduğu döyüşdüyü yerdə çox qəhrəmanlıq göstərdi və orada da şəhid oldu. Allah rəhmət eləsin. Vüqar Abdullayev haqqında mən nə deyə bilərəm? Mən Vüqar Abdullayev haqqında bütün müsbət fikirləri deyə bilərəm və ona da onun haqqı var. Vüqar Abdullayeva burada kənd sakinləri də söylediyi kimi qəhrəman adına layiq şəhidlərimizdəndir bu. Bütün şəhidlərin hamısı qəhrəmandır və Vüqar Abdullayev mən yəqin eləyirdim ki, bir müəllim kimi bu əgər yaşasa, həyatda sağlam yaşasa, sakitçilik olsa, Vüqar Abdullayev doğrudan da yəqin edim ki, vətənin ən layiqli övladı olacaq. Ancaq qismət elə oldu ki, o ən layiqlidən də layiqli olan şəhidlik zirvəsinə ucaldı və şəhid oldu. Allah ona rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Və yoldaşların qeyd elədiyi kimi, mən də tərəfdarıyam ki, şəhidin vətəni yoxdur. Hamımızın və Azərbaycanın şəhididir. Amma yoldaşların da qeyd elədiyi kimi, yaxşı olar ki, onun ağsaqqal valideyni, qovma-qrəvələri elə yaxın məsafədə gedib onu yad eləsin. Yəni, o gördüyünüz işlər, görəsi olduğumuz işlərdə hamımıza bir olmağı və uğurlar arzu edirəm. Yaxşı təklifdir, yaxşı söhbətdir, amma müraciət eləmək lazım, dövlət orqanlarına icazə almaq lazım və lazım olan işləri görmək məsləhətdir. Sağ ol, minnətdarım, sağ ol. Sağ ol. Milli ordumuzun əsgəri, Zərdab rayon Qaravəlli kənd sakini 1996-cı ilin aprel ayının 18-də Kəlbəcər rayonu Başlıbey kəndində qəhrəmanlıqla şəhid olan Abdullayev Vüqar İsa-oğlunun əziz xatirəsinə itvah edirəm. Dedi, Kəlbəcərdə doğulmuşam mən, sevdi bu torpağı, yurdu Vüqarım. Hər yandan yaxsa da üstünə güllə, ər oğlu, ər kimi durdu Vüqarım. Təzəcə tamam idi 20 yaşı, döyüşdən çox gözəl çıxırdı başı. Olsaydı bərəsi, mövqeyi yaxşı, qırardı bir bölük ordu Vüqarım. Layiqdir bu cavan qəhrəmana, düşəcək hər yerə bu səs, bu səda. Bir zaman Zərdabda o yaşasa da, Kəlbəcər elində qaldı Vüqarım. 18 aprel Başlıbel kəndi. Matəmə bürünüb yer üzü burada. 18 nəfərin dəhşətə bir bax, qaraldı bir anda gündüzü burada. Yayıldı dağlara insan arayı, qan ilə qızardı Şırranın çayı. Qonşum Məhəmmədi, oğlu Surxayı, vurdular ay günü Çingizi burada. Üz-üzə dayanıb ölüm həyatla, vidalaşın deyir bu kainatla, Zərdablı Vüqar tək bir avtomatla, ölüncə qoruldu o bizi burada. Günahsız xalqımın düşdüyü dərdi, dünyaya yaymağın məqamı gəldi. Şahid olmasaydı kim nə bilərdi, yağı o vaxt vursa sönməzi burada. Vüqar Abdullayev mənim doğma əmimdir. Onun qəhrəmanlığı haqqında
məqalələr, şeirlər yazılıb. Mən onunla qürur duyuram. Çalışıram ki, mən də onun kimi vətənpərvər olum. Mənə Vüqar haqqında danışmaq çox çətin və ağırdır. Vüqar çox cəsur oğlan idi. Qorxmaz, zarafatçıl idi. Bir yerdə otururduq, bir yerdə dururduq. Postda bərabər çıxırdıq. Aprel ayının 18-i belə deyə bilərəm mən, çox hava gözəl idi. Yaxşı gün çıxmışdı. Hər halda kəlmələrindən çox gözəl bilərdim. Hava çox elə istəyirdi ki, köyünə də gəzmə olurdu. Vüqar mənə dedi ki, səhər-səhər düşək çaya, bir paltarlarımızı təmiz edir. Düşdü çaya, paltarın yudub, səliqə yaratdı. Üzümüzü qırışdı ikimizdən səliqə ilə. Cibindən bir daraq çıxartdı verir mənə, biri də özündə. Dedi, bunlar bizə lazım. Səliqə yaradan sonra biz gəldik çaya, Vüqar dincəldi. Dedim, mən yatıram. Axşam biz posta olmalıyıq bərabər. Mağaraların üstündə, yüksəklikdə növbə ilə uşaqlar 2-2 posta dayanırdılar. Harasa günorta olardı. Niva maşını gördük gəlir. Mən yuxarıda Səlma Ayana var, Şahir Sölməzin həyat yoldaşı. Bu bizim ərzağımızı, yeməyimizə qadınlarla bərabər hazırlayırdı. Vüqar həmişə onlara kömək edirdi. Odun doğururdu. Yəni su gətirmək edirdi. Tək Vüqar deyil, bütün uşaqlar da orada. Amma Vüqar dayanmırdı da bir yerdən. Səlmaya ana mənə dedi ki, çıx yuxarıda, nəsə mənə dedi ki, gətir. Həmən vaxtı mən avtomatım aşağıda qalmışdı. Biz qaldığımız mağarada. Mən də avtomatın mağazini çıxartdım saxladığım üstündə. Avtomatı saldım döşəyin altına. Dedim, ola bir uşaq dəyər, nəsə ola bilər. Gördüm maşın gəlir, mən düşdüm aşağı. Düşdüm aşağı, gördüm Vüqar yatıb, uşaqları oyatdım, bəs hazırlaşın ermənilər gəlib səs eləməyib. Mağaranın qabağında 1 metrə yarım dayanmaq olardı. Biz biraz daşla hörülmüşdü orada. Balaca bir qapısı vardı, oradan çığa çıxmağa. Vüqar dedi, gəl növbən ataq. Dedim, sən yox, çəkil qırağa. Çəkil uzan uşaqların yanına. Bu hamı gözləyək, yaxını durmaq olmaz orada. Bu mənə imkan vermədi. Özüm verdi qabağa, atıldı. Üstündə qıranatı, ermənlər yaxınlaşanda üstündən qıranatı çıxardı, attı. Mağaraların arasında, orada deşiklər, daşların arasında baxıb görürük. Ermənlərin maşını yaxınlaşanda kilometrdən mümkün olmadı orada dayanmaq. Ermənlər tökülüşdü üstümüzə. Biz yuxarıdakı orada qalan uşaqlardan, yəni məlumatımız yox idi. Görsənmirdik kim harada beni yatırdı. Bu vəziyyətdə ermənilər qıranatı atdılar içəri. Vüqar axırıncı pasını bıraxanda avtomat boşalmışdı. İstədi dəyişə, çatdırmadı. Döndü, gördü arvadda uşaqlar, hamısı canlıqda ağlaşırlar. Bu özünü attı üstünə. Orada şəhid oldu. Yəni buna yaxınlaşıb tibbi yardım edə bilmədik. Çünki ermənilər yaxındaydı. Bütün gücü bizim üstümüzə sərf eləmişlər. Habil bu gördü ki, başladı mənə ki, gəl sən bizi güllələ. Dedim, səndən danışın. Sən anan bizə 18 il çörək pişirir. Onu mən elə bilmərəm. Götür avtomatı özüm. Mən bilirdim ki, avtomatı Habil götürsə, çünki Vüqarın avtomatı artıq boş idi, patron yox idi. Qoydu avtomatı qırağa, atıldı Habil çölə. Anası çöldə idilər. Yəni biz orada atışa bilmirdik ki, cəmaat orada yaxın idi deyə. Bizim attığımız güllə adamlara dəyə bilər. Gördüm Habil anası ilə dəqiq hatırlamıram. Bacındır, belə çəkdi qırağa, gözdən itdilər. Həmən gecə yarı kimi döyüş getdi. Saat yox idi, təqribən olar ki, 1-2 olardı. Gecə bir tufan qopdu, qar yağdı. Gözü görmək olmurdu. Ermənilər bu soyuğa tab gətirə bilməyərək
burada olan, çöldə olan cəmaatı götürüb apardılar kəndə. Səhərə yaxın heç kim cəhd edib çölə çıxa bilmir. Düzdür, qorxu, hamı həyəcan idi, qorxu, özünə görə qorxurdu. Heç kim deyə bilməz ki, mən cəsarətliyəm. Bir cəsarətli oğlumuz vardı, oradan şəhid oldu. Qədim kişi dedi ki, mən yaşlı adamam, dünya görmüşəm, siz camansız çıxın çölə. Qədim kişi çıxdı çölə. Deyir, heç kim yoxdur burada. Düzdür, biz inanmadıq. Dedik, ola bilər, ermənilər buna işarə edir ki, bəs səs eləmir. Həzər var idi, orada Laçından gəlmişdi. Həzər idi, Lalə, Bəkir idi, səhv eləmirəmsə. Əhliman kişinin uşaqları. Onlar başlayıb belə ona gətirmişdilər. Həzər atıldı çölə. Atası yaralı idi onda, can verirdi. Ağır yaralanmışdı. Getdi, su gətirdi, atasına verdi. Atası içdi suyu. Biz də çıxdıq, gördük, heç kim yoxdur. Artıq bizim kəndin cin sakinləri qətlə yetirilmişlər. Qar ilə bir şey, qan gölünə çevrilmişdi. Bu Əhliman kişi bizə tapşırdı ki, bəs qızlarımız sizə əmanət eləyin. Onların namusu, sizin namusunuz. Biz oradan kənddə, mağaradan çıxanda bu qarın üstüne oradan ağsaqqallarını xatırlamıyor. Kimsə dedi ki, üstünü örtək şəhidimizin. Orada ağ parça vardı. Çəkdi üstünü, çıxdıq. Yəni biz ona görə çəkdik ki, burada olan şəhidlərə biz toxuna bilmərdik. Əgər biz yerini dəyişsək, tərk etsəydik, ermənilər təkrar gəlib bizi tapa bilərdilər. Məndən bu qədər, yəni, danışa bilmirəm. Vüqar haqqında danışmaq çoxdur. Günlərlə, saatlərlə danışaq bitməz.